Elbette 60 rubrikasında bu dəfəki mövzumuz tiroid xəstəliyinə həsr olunur. Ailə həkimimiz də buradaykən gəlin suallarımızı ona verək və görək 60 saniyə ərzində xəstəliyi tapa biləcəkmi? Fidan doktor, necəsiz? Salam, çox sağ olun. Siz necəsiz? Yaxşı, çox sağ olun. Sizə bir neçə sualım var və 60 saniyə ərzində mənə xəstəliyi deməyinizi istəyirəm. Buyurun. 30 yaşlı kişidə boyun nahiyəsində ağrılar, təngi nəfəslik və yüksək hərarət var. Neçə gündür hərarəti var? Bir həftədir. Son bir həftə 10 gündə hər hansı bir viral infeksiya, qripal bir keçirdibmi? Təxminən bir 10 gün əvvəl, bəli, qripə bənzər xəstəlik keçirdib. Bu xəstədə yarımkəskin tiroidit olma ehtimalı yüksəkdir. Bu tiroidin tez-tez gördüyümüz xəstəliklərindən biridir. Kişilərdə qadınlara nisbətən daha az görürük. Bunun üçün mütləq laborator test vermək lazımdır. TSH, sərbəst T4, T3 və CRP mütləq hemoqram, sedimentasyon baxmaq lazımdır və ultrasəs müayinəsi ilə eyni zamanda orada iltihabın olub-olması təsdiqlənməlidir. Nəticələrə görə isə diaqnozu qoyuruq. Oldu, çox sağ olun, təşəkkür edirəm. Buyurun.